Salam dostlar, bu günləri Meta 4, Meta 5-də broker seçimi olaraq RoboForex platformasından qeydiyyatdan keçməyi sizə göstərəcəm. İlkin olaraq Google browserində Google-da RoboForex platformasına daxil oluruq. Sonra Siglan. Əgər emailiniz və ya kodunuz əvvəlcədən qeydiyyatdan keçmisinizsə, buradan qeydiyyatdan keçirsiniz. Keçməmisinizsə, Open an account, yeni səhifə yarat. Bura email yazırsınız. Hər hansısa bir email yazırsınız. Məsəl üçün, ad, soyad yazırsınız. Sonra register qəbul etmə şərti ilə. Sonra sizə belə bir səhifə, sahə, səhifə nə deyirsə açılır. Yəni burada bu deyil də, bunu nəzərə almasaz da olur. Burada add account, yeni account açırsınız. Burada MetaTrader 4 var, 5 var. MetaTrader 4 hansını istəyirsinizsə. Pro yeni başlayanlar üçün lazımdır. Prosent isə biraz daha fərqli növdür. Amma Pro seçsəz daha uyğundur. Burada sizə uyğun olan lotu seçirsiniz. Yəni və yaxud qoyacağınız büdcənin 1 qat, özü 5 qat, 10 qatı, 20 qatı, 1000, 2000. İstəsəz dollar, euro, qızıl. Bura bir kod yazırsınız. Məsəl üçün hər hansı bir kod yazın. Onu təsdiq edin. Yəni kod elə yazın ki, güvənli olsun, özünüzün yadınızdan çıxmasın. Sonra girəndə problem yaşamayın. Bura yaşadığınız ünvanı yazırsınız. Burada adresinizi, posta kodunuzu qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdiniz. Sizə belə bir kod, yəni account number, yəni orada MetaTrader 4-də 5-də qeydiyyatdan keçəndə bunu yazırsınız. Kodunuz budur. Hal-hazırda sizin emailinizə də bir kod gəlir. Bu kodu sizin emailinizə göndərirlər ki, sizin yadınızdan çıxmasın. Əgər hər hansısa bir problem yaşandıqda, hər hansısa bir nasazlıq olduqda isə burada əlaqə nömrələri var. İstər Telegramda, istər email ilə yaza bilərsiniz, istərsə də adi nömrə ilə. Bu qədər. Sonra qeydiyyatdan keçdikdən sonra belə deyim sizə, depozit eləmək istəyirsinizsə, həmin belə deyim sizə, həmin brokerə, həmin bölməyə, yəni siz MetaTrader 4-də sizin bu hissəyə yatırım eləmək istəyirsinizsə, yatırım etməmişdən əvvəl bu sizdə təsdiqləmə istəyəcək. Təsdiqləmə istəyəndə burada emailinizi təsdiqləyirsiniz, emailinizə kod göndərir, onu təsdiqləyirsiniz. Pasportunuzu, şəxsiyyət vəsiqənizin hər iki üzün bura yükləyirsiniz. Sonra yaşadığınız ünvanı da təsdiqləyirsiniz. Ondan sonra burada öz həmin hansı qeydiyyatdan keçmisiniz, o emaili yazırsınız və ona kod göndərirsiniz. Bu qədər. İstər MetaTrader 4-də, istər MetaTrader 5-də bunu ardıcıl olaraq eləyirsiniz. Hər hansısa bir problem baş verərsə, istər yorumlara yaza bilərsiniz, istərsə də şəxsi də yaza bilərsiniz. Altda Instagram nömrəmi, yəni Instagramı yazacağam. Yəni hər hansısa bir nasazlıq problem baş verərsə, qeydiyyatdan keçə bilməsəz, əlaqə saxlaya bilərsiniz. Əlimdən gəldiyi qədər kömək edəcəm. Videonu bəyənməyi unutmayın, kanala abunə olmağı unutmayın. Bundan sonra daha da yeni videolar gələcək. MetaTrader istər 4-də, istər 5-də qeydiyyatdan keçmə videoları, necə broker seçmək lazımdır, hansı yatırımlar etmək lazımdır, ardıcıl olaraq video gələcək. Sağ olun, salamat qalın. Özünüzə müğayət edin. Tradedə də uğurlar sizə.